Gənc rejissor və senarist Ruslan İbrahimlinin müəllifi olduğu, Elmin Maşallahoğlu'nun həm prodüseri, həm də baş rolda iştirak etdiyi Müharibədən Sonra adlı bədii filmin premyerası Ağcabədi Regional Asan Xidmət Mərkəzinin nəzdində fəaliyyət göstərən kinoklubda keçirilib. Vətənpərvərlik mövzusuna fərqli yanaşmasıyla diqqət çəkən ekran əsəri tamaşaçılar tərəfindən böyük maraq və emosional hisslərlə qarşılanıb. Film aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Dilsuz Məmmədoğlu Qarayevin timsalında bütün şəhidlərin, qazilərin və 2-ci Qarabağ müharibəsi iştirakçılarının xatirəsinə əsr olunub. Ekran əsərində müharibədən sonraki psixoloji durum, ailələrin yaşadığı mənəvi ağrılar və vətən uğrunda verilən qurbanların unudulmaması əsas mövzu kimi təqdim edilir. Premyera rejissor Ruslan İbrahimlinin şəxsi təşəbbüsü ilə həyata keçirilən Azərbaycan rayonlarında filmin inkişafı proqramı çərçivəsində təşkil olunub. Layihənin məqsədi bölgələrdə kino mədəniyyətini inkişaf etdirmək və yerli film nümayişlərini marağı artırmaqdır. Tədbirdə şəhid ailələri, qazilər, rayon sakinləri və müxtəlif qurumların nümayəndələri iştirak ediblər. Premyera zamanı zalda duygusal anlar yaşanıb. Təxminən 2 saat davam edən nümayişdə tamaşaçılar filmi böyük diqqətlə izləyiblər. 98 nəfərlik kinokluba ümumilikdə 150-yə yaxın tamaşaçı qatılıb. Yer çatışmazlığı səbəbindən 50-dən çox insan filmi ayaqüstü izləməli olub. Bu isə bölgələrdə kino nümayişlərinə marağın yüksək olduğunu bir daha sübut edir. Çıxış edənlər filmin emosional təsirindən, vətənpərvərlik ruhundan və şəhid ailələrinin hisslərini real şəkildə əks etdirməsindən danışıblar. Tədbirin sonunda Ruslan İbrahimlinin bölgələrdə kino nümayişlərini canlandırmaq istiqamətində atdığı addımlar iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Müharibədən sonra filminin Ağcabəddə keçirilən premyerası şəhidlərin xatirəsini ehtiram və bölgələrdə kino mədəniyyətinin inkişafına töhfə kimi yadda qalıb.